Hamısı biləcək. Müəllim oturan kimi birinci qaydalar izah olunub, açılır və imtahana başla bilməsi anlamında səbirlə, təmkinlə, dediyim kimi, nəzarətçilər öz yetməsi. Sonra biz üst başlıqlarına uğurlar olsun hər şeysə. Qeydiyyat prosesimiz burada aparılır. Burada Salam, xoş gördük, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Salam, xoş gördük. Salam, xoş gördük, hər vaxtınız xeyir. Hansı fəndəndir? Nasıl fəndəndir? Biz də gəlmişiksə 95-96 yox, inanırıq ki 100% olacaq. Yəqin ki, əksəriyyətimiz 50-dən yuxarı olacaq. O cümlədən də yəqin ki, biz ilk rekordlar imza atacaq. Aşağısı bir 10-15 nəfər 60 bal, maşının balı toplayacaq. Bu insanlar hamısı ona görə gəlir. Ümumiyyətlə, bizim region müqayisədə neçənci yerdədir? region müqayisədə Bakı və Abşerondan sonra ən az yerimiz qəsəbə kəslədir. Digər regionlarda bizim 4-5 qatımız kəsilir, amma burada minimum Bakı, Abşerondan sonra minimum. Bakı, Abşeron ümumiyyətlə müqayisə olunmur, yəni orada ayrı bir prosedur. Yəni demək olar ki, regionca birinci yerdir. Regionca birincidir. Bu region digər regionlara nisbətən birinci. Coşqun yorumlar. Mən inanıram ki, bu bölgənin insanları savadlı insanlardır. Sadəcə stres faktorlarında uzaq eləyərək və rəmin rəhbəri, deputatlar ilə əsas məqsədimiz o stres faktor aradan götürülsün. Ondan sonra da hamısı uğur qazanır. Biz müəllimlərimizə müəyyən təlimlər keçmişik, böyük əksəriyyət o təlimlərə qatılıblar. Psixoloji dəstək, metodiki dəstək, bazarların formalaşması, regional idarələr ailəmizdə yenə çalışmışıq. Müəllimlərimizə inanımız tamamı ki, maksimum nəticə inşallah bu ilə bütün müəllimlərə uğurlar arzulayırıq. İnşallah ki, imtahanları uğurlu keçsin və gələcəkdə tələbələrə də, şagirdlərə də inşallah uğurlu tədris versinlər. Uğurlar arzulayırıq. Əslində müsbət enerji. Müəllimlərimiz bacarıqlıdırlar, öz peşələrini bilirlər, biz ona inanırıq. Siz də bugün onu öz cavablarınızla təsdiq edəcəksiniz. Hər birinizə uğurlar arzulayırıq. Bir daha hər birinizə uğurlar, hər birinizə inanırıq. Elə biz də sizə motivasiya olsun deyə gəlmişik, iştirak edirik və inanırıq ki, müsbət təsir göstərəcək ki, sizin nailiyyətləriniz, uğurlarınız daha yaxşı olsun. İmtahanın başlanğıcında necə əhval-ruhiyyə varsa, təbəssüm varsa, sonda bu təbəssüm arzulayacaqsınız.
Aslında böyle bir Rusça bir şey var. Ekzamen всегда праздник. Bu bayramdır da da vakti iptal olmuştu. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Müəllimə 56. Neçə bal mən? 56 bal. Təbriklər. 59 var. Valla özüm də fikirləşirəm ki, hansıdır səhvim. İnşallah ki, gələn dəfə 60-60 olar. 56 bal topladım. Çox heyecanlıyam, çox sevincliyəm. Yaxşı keçdi, imtahan da yaxşı idi, suallar qaydasındaydı. Asan, orta, çətin səviyyədə idi suallar. Bütün müəllimlərə uğurlar arzulayıram. Neçə bal yığdınız? 55 var. Hansı fənn üzrə? Fizika fənni. Təbriklər. Hansı rayon? Quba rayon birincini gəldi. Hansı fənn üzrə? Fizika fənni. Tez çıxdı Zərəbi ki. Bəli, bir saat tamam olmamışdı. Orada ekrana baxırdım. Hardasa 56 dəqiqə zat belə bu qədər vaxtda çıxdım. Suallar asan idi. Kurikulum sualları biraz çətin gözləyir. İxtisas onsuz da asan idi. İxtisas elə bir hazırlaşmağa ehtiyac yox idi. Heç hazırlaşmadım çünki mən özüm Quba Fridə bir də Qusar 2 nömrəli məktəbdə, 2 məktəbdə işləyirəm. Qusar şəhəri 2 nömrəli məktəb, bir də Quba Fridə. Neçə bal topladınız? 56 bal. Təbrik edirik. Sağ ol, çox sağ ol. Neçə bal mənim? 4 60 Təbriklər. Çox sağ olun.